İnanmırsınızsa araştırın. Sovet hakimiyyətinin tüğyan elədiyi dövrlərdə Azərbaycanda samballı beyler olub, qaçaqlar olub, həmçinin də onları satan, pul qarşılığında, nə bilim, qorxaqlıq qarşısında satan satqınlar olub. Bax, bugün Azərbaycanda günü bugün kimlər ki stoykasını saxlaya bilir, qadın və ya kişi olmağından asılı olmayaraq, kimlər ki, belə deyək də, gözəl insandır, Allah hamd olsun araşdırın, onun nəsli bəy şəcərəsindən gəlib, qaçaq şəcərəsindən gəlib. Kimlər ki anasının əmcəyini kəsir, kimlər ki mərd mazardır, sukadır, nadandır, alçaqdır, bir qeyrətdir, yetənin getməyən haqqına girəndir. Araşdırın onun şəcərəsini, satqın şəcərəsindən gəlib. Onların ulu babaları da bəyləri satıblar, satqınları satıblar. Ona görə Azərbaycanda bax bu ikili standart var. Bəy şəcərəsindən gələnlər, satqın şəcərəsindən gələnlər.